Verin cemali cemaline salavat hediyeyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve es-senâ'u lillahi rabbil alemin. Vel akibetu lil muttakin. Summa salatu ve selamu ala Resulillahil emin. A'ani Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed. Sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi tayyibin tahirin el ma'sumin. Seyyema namusud dahr veliyyel asr Hüccet ibnül Hasan Accelallahu Teala faracahu şerif ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, Nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Mübarək aydı Xudavənd Mutal bu ayın feyzindən bizləri kənarda qoymasın inşallah. Günlər var idi, bəlkə də zehnimizdən keçirdi ki, Ramazan mübarək gəlsəydi, bu cür dualar oxuyardıq filan. İndi 3-dən biri gedib, 2 hissəsi qalıb. Nələr fikirləşirdik, orucluq gəlməmiş. Ki, bu qədər Quran oxuyaram, bu qədər zikr eləyərəm, filan zikirləri deyərəm. Boş vaxt keçirmərəm. Boş vaxtımda məsələn istiğfar eləyərəm, salavat deyərəm məsələn. Mən də o selə qoşularam. 10 gün getdi. İndi birdən insana bir xatırlatma gəlir ki, doğrudan eləsəydim yaxşı olardı. Məsələn, gündə 100 dənə qədr oxuyardım məsələn. 10 günü gedib. Bu gələn bu 2 onluqdan heç olmasa istifadə eləyək. Mümkün olsa bugündən məsələn başladıqlarımızın qəzasını eləyək. O 10 günü də bərpa eləyək. Hazırlıqlar aparaq. Qədir gecəsini başa düşmək üçün, dərk eləmək üçün hazırlıqlar aparaq. Birdən ölüm gələr. Daha Ramazan-ı mübarəki yaşaya bilmərik həyatda. Bizim əqidəmiz budur ki, ölüm qəfil gəlir. Buna heç əqidəsi olmayana belə nədir? Ölüm qəfil gəlir. Allah inşallah bizə də yaxşı ölüm qismət eləsin. Salamat ölüm qismət eləsin. O da bir başlanğıcdır. Necə dünyaya gələndə bir başlanğıc idi, ölüm də bir başlanğıcdır. Kullu nəfsin zaiqatul maut. Deyirlər ki, hər bir nəfs ölümü dadacaq. Yəni, hər bir dadan dadılanı məhv edəcək. Yəni, nəfs ölümü öldürəcək. Nəfs, hər bir nəfs ölümü öldürəcək. Ustad buyurur ki, zaiq dadan deməkdir.
bir kəs bir şeyi dadırsa, dadan varsa, bir dadılan da var. Məsələn, hər hansı bir duzu məsələn dadırsansa, parmağı isladıb ağzına qoyursan ki, bu duz deyil, sən onu dadırsan. Əslində onu nə edirsən? Məhv edirsən. Allah ki buyurur, kullu nəfsin zaiqatul maut, hər bir nəfs dadacaq ölümü. Yəni, dadan var, dadan insan deyil, dadılan maut, ölümdür. Ölümü dadacaq, yəni onu məhv edəcək, ölümü məhv edəcək. İş keçəcək əbədi həyata. İş qalacaq əbədi həyata. Allah Teala inşallah rahatlıq versin bizdə. Salamatçılıqla bu ölümü məhv edək. Keçək əbədi həyata. İnşallah. Bəhsimiz İsra surəsində 60-cı ayə. Allahın lütfü ilə yetişdik bura. Bu ayədə Xudavənd Mütəal Həzrət Rəsulullahın yuxusundan danışırdı. Şəcəri məlunə, lənətlənmiş ağac və iz qulna ləkə innə rəbbəkə əhətə bin-nas. Və o zaman ki biz dedik sənə, yəni Rəsulullahla söhbət eləyir Xudavənd Mütəal, innə rəbbəkə əhətə bin-nas. Bu indi geniş bir mövzudur, bu hissə. Biz bu hissənin üstündə dayanmırıq. Əslində illər lazımdır ki, dayanasan bu mövzunun üstündə. Yeganə bu məzhəbdir ki, İmamiyyə məzhəbi, yəni Şiə məzhəbi. Yeganə bu məzhəbdir ki, Qur'an kimi düşünür bu məsələni. Qur'an kimi düşünür. Yəni, Allah necə deyib, elə düşünür. Siz təsəvvür edin, bir nəfərlə Allah söhbət eləyir. Təsəvvür edin, Allah, Xudavənd Mütəal bir nəfərlə söhbət eləyir. Əgər Allah bir insanla söhbət eləyirsə, o insan hansı həddə təmiz olmalıdır? İnsanın dili necə dönər o şəxs üçün? Deyər ki, məsələn, xətası var, səhvi var. Necə dil dönər deyər? Deməli, Allah bir adamdan söhbət eləyir ki, söhbət eləyəndə o adam pak deyil. Elə ki, söhbət aralandı, yəni xitab pozuldu, yəni hər kəsən getdi özün işini dalayıcan, bu şəxs nə oldu? Getdi yenə xətasını dalayıcan. Yəni, nəuzubillah, əl-əyazubillah, Allah tanımır kimə ilə danışmağı, nəuzubillah. Bunların əqidəsi budur. Puçdur da bu əqidə. Amma bizdə belə deyil. Biz deyirik ki, Allah əgər Peyğəmbərlə söhbət eləyirsə və Peyğəmbər o məqama naildirsə, o adamın səhvi yoxdur, unutmaz, qəfləti yoxdur, xətası yoxdur, günahı yoxdur. Bunları etmir bu şəxs. O qədər pak olmalıdır ki, layiq olsun, ləyaqəti olsun Allahla danışmağa. Bu ayədə Allah buyurur ki, və iz qulna ləkə. Elə ki, o vaxt ki, biz dedik sənə. Yəni, Allah buyurur ki, biz danışırdıq da səninlə, dedik sənə. Layiq olub Peyğəmbər o məqama. Sahib olub o məqama. Və özünü hazırlayıb, yetişdirib, yeməyinə baxıb, içməyinə baxıb, əzalarına baxıb, çölünə baxıb, içinə baxıb, diqqətli olub. Bunların hamısını cəm edib bir yerə layiq olub ki, Allah onunla danışa. Bu böyük bir şeydir. Və iz qulna ləkə innə rəbbəkə əhətə bin-nas. O vaxt ki biz dedik sənə, sənin Rəbbün əhətə bin-nas. Əhətə eləyib insanı. Və ma cəalnə rü'yəlləti ərəynəkə illə fitnətən lin-nas. Sən bir yuxu gördün. O yuxu da insanlar üçün bir fitnə olacaq. Bir yuxu gördün. Və şəcərətəl məlunətə fil Quran. Quranda bir şəcərə var, məlunədir. Lənətlənmiş ağacdır. Və nuxəvvifuhum
Fəma yeziduhum illa tuğyanan kəbira. Və o şəcərəyə məlunə ki var, şəcərənin qolbudağı var da. Allah ki deyir şəcərə ağac, ağac yəni qolbudaq. Keçən dəfə də ərz elədim də, məsələn indi bizdə olmur o, seyyidlərdə olur da. Seyyidlərin şəcərəsi var. Şəcərə yəni ağac. Kök gedir deyəni məsələn İmam Səccad əleyhissalam kök və oradan qalxır. Birinci adam İmam Səccadın balası və onun balası, onun balası, onun balası və şəcərə kimi düzəldirlər. Hə, şaxələnir və şəcərə, ağac, o qədər ağac əkmişik, ağac görmüşük, ətrafımız ağacla doludur, budaqları var. Hə, bir dənə də şəcərə var, məlunədir. Kökü lənətlənib. Kökü. İnşallah deyəcəyik də o kök kimdir. Və biz dedik ki, Quranda Peyğəmbərin haqqında 3 yuxu var. 3 dənə yuxu var ki, Peyğəmbər onu görüb. Peyğəmbər çox yuxu görüb. Amma Quranda 3'ü var. Biri Bədir döyüşü idi ki, ərz elədik, haqqında danışdıq. İkinci, Məkkənin fəthidir. Peyğəmbər əleyhissalam çox narahatdır. Məkkədən hicrət eləyib Mədinəyə. Nə qədər müharibələr olub, hələ Məkkəni ala bilmir. Məkkənin də fəthi çox mühümdir və çox çətindir. Çünki müşriklər və kafirlər kök atmışdılar Məkkədə. Məkkə onların əlində idi. Ətrafın hamısını Rasulullah alıb, amma Məkkəni ala bilmir. Çox narahatdır, narahat yatıb. Yatıb yuxu göstərir Xudavənd Mütəala ona. Fəth surəsi, Fəth 27. Laqad sadaqallah rasulahu er-rü'ya bil haqq. Deyir, haqq olaraq Xudavənd Mütəala bir yuxu göstərdi öz rəsuluna. Yəni Peyğəmbər yuxu gördü. Lətədxulennəl məscid. Məscid-əl-Həram buyurur, narahat olma. Əlbəttə sən Məscid-ül-Hərama daxil olacaqsın. Daxil olacaqsın, sən narahat olma. İnşaallah, Allahın izni ilə, aminin və əminamanlıqla daxil olacaqsan, sən Məkkəni alacaqsan. Deyirlər, Rasulullah yuxudan durmuşdu, çox belə şad, çox belə ab-havası gözəl idi. Hətta soruşanda Rasulullah buyurdu ki, yaxın günlərdə ya aylarda Məscid-ül-Həramı götürəcəyik. Bu da möminlərin sevincinə səbəb oldu. Məsumların, biz demişik ki, məsumların sükutu, etdiyi əməl və elədiyi, deməli, əməli, sükutu və sözü. Üçü də nədir? Höccətdir. Yəni, Rasulullah və övladı Rasulullah hər hansı bir şeyin qabağında sükut ediblərsə, razılıq əlamətidir. Əgər neysə deyiblərsə, höccətdir. Əgər hər hansı bir şey ediblərsə, höccətdir. Hətta Rasulullahın özü üçün yuxusu da höccətdir. Yuxu görürsə Rasulullah höccətdir. Rasulullahın özü üçün. Bu ayəni keçən dəfə bir yerdə işarə elədim, keçən dərsdə. Bu ayəni dərk eləmək, İsra 60 və onu izah etmək, şərh eləmək, təfsir eləmək çox çətindir. Açmaq olmur bu ayəni. Niyə görə açmaq olmur? Əvvəla Quranda bir yerdə gəlib. Bəzi ustadlar, şimdi biz təfsir oxuyuruq da, bəzi ustadlar köhnə təfsir edənlər Qurana ta deyək 70-80 il bundan qabağa qədər Qur'anı rivayətlə təfsir eləyirdilər ya başqa cür
təfsir edirdilər. Quranın özünü özü ilə təfsir edən yox idi. Quranın özünü özü ilə. Yəni bir mövzuda 10 dənə ayə gəlibsə, 10 dənə ayənin hamısı yığırlar bir yerə. Sonra o 10 dənə ilə biri-birini xırdalayırlar, təfsir eləyirlər və mövzunu tamamlayırlar. Bu ayə Quranda yeganədir. İkinci bir ayə yoxdur ki, o ayə ilə bu ayəni açasan. Ona görə çox ağırdır bu ayənin açılışı. Ki, biləsən ki, şəcərə-i məlunə kimdir? Deyə bilmirsən də birbaşa. İndi biz rivayətlə bilirik kimdir. Amma rivayət bəhsi sonradır da. Əsl budur ki, ikinci bir ayə olmalıdır, üçüncü bir ayə olmalıdır. Məsələn, Əllamə Təbatəbai mərhum ya Ustad Cavada bunlar buyururlar və buna qaildilər ki, zərb-i Quran bi Quran, yəni Quranın özü özünə kifayət edir açılması üçün, təfsir üçün. Amma bu ayə ağırdır. Niyə? Çünki bir dənədir. Başqa bir ayə yoxdur ki, bu ayəni açıqlama versin. İkinci məsələ, bu ağac məsələsidir. Ki, Quranda şəcərə-i məlunə, yəni lənətlənmiş ağac, şəcərə ilə lənət sözü ikisi bir yerdə işlənməyib. Şəcərə sözü işlənib, məlun sözü işlənib. Amma ikisi bir yerdə işlənməyib. Bu da ağırlaşdırır məsələni. Ki, indi biz deyək ki, nədir məsələ? Rasulullah yatıb, yuxuda görür ki, Peyğəmbər, yuxuda görür, mənbərdir, hansı ki, Rasulullah o mənbərdə söhbət edir. Mənbərdir. Mənbərin üstündə bir kütlə insanlar çıxıb düşürlər. Mənbərə çıxırlar, düşürlər. Çıxıb düşdükcə meymuna dönürlər. Elə bir ki, adam şəklində çıxırlar, meymun şəklində otururlar. Elə bir ki, meymunlar daraşıb Peyğəmbərin mənbərinə. Həzrət Rasulullah bunu yuxuda görür. Təsəvvür edin. Və Xudavənd Mütəal yuxuda şəcərə-i məlunə sözün buyurur Rəsulullaha. Ki, bunlar ki, çıxıb düşürlər sənin mənbərvə və adam şəklində çıxa-çıxa meymunlaşırlar, meymun kimi hərəkət edirlər. Bu, o şəcərədir ki, o özül bünövrədir ki, lənətləniblər. Yəni, əvvəldən lənətlənib. Deməli, bir ağac var ki, lənətlənib əvvəldən. Ağac deyəndə bu ağac deyil. Məsələn, Quranda ağac var, nəhy olunub. Buyurur ki, yemək olmaz o ağacdan. Böyük üstadların sözüdür ya, bu bəndənin sözü deyil. Quranı girin əvvəldən axırına. Şəcərə sözü ki, ağacdır. Cənnət ki, ağacla doludur. Bilirsiniz də, cənnət ağacla doludur. Amma Allah Teala cənnətdən danışanda bir dənə ayədə belə şəcər sözünü götürməyib. Ağac sözünü götürməyib. Başqa şeylərdən istifadə eləyir, amma ağac sözünü işlətmir. Məsələn, bir dənə ağac olsun, lənətlənsin, bir dənə də ağac olsun, lənətlənməsin, o cənnətdə olsun. Yəni, cənnətdə elə şeylər var ki, əksi dünyada olmayıb. Əksi dünyada olmayıb. Bilirsiniz necə? Deməli, ağac ki, iki tərəflidir, həm lənətlənib, həm də lənətlənməyib, belə deyək. Lənətlənmiş olduğuna görə Allah Teala Quranda cənnətdə ağac var sözü, şəcər sözü ilə götürməyib. Deyir, bulaqlar var, çaylar var, taxtılar var. Amma da ağac demir. Demirsə, armud olacaq. Amma demir ki, armud ağacı. Ağac sözünü götürmür. Xudavənd Mütəal. Çünki bir dəfə ağac nə olub? Lənətlənib. Ona görə Xudavənd Mütəal belə götürmür. Bir də başqa məsələ var da.
Quran-ı Kərimdə lənətlənən tayfa var. İndi mən xırda-xırda gedirəm o yerə ki, görək bu lənətlənmiş ağac ki, Quranda yoxdur, bir yerdədir. Bu necə gedir, məsələn, Əbu Süfyana bağlanır, necə Əməvilərə bağlanır, o necə bağlamaq olar ora? Ki, rivayətdə gəlib nədir? Əməvilərdir, Muaviyyə cinsi, Əbu Süfyan cinsi. Deməli, Quranda Al-İmran surəsi 86-87 ayələr oxumuram. Al-İmran 86-87. Münafiqlər lənətlənib. Bəqərə surəsi 261. Kafirlər lənətlənib. Maidə surəsi 78. Yahudilər lənətlənib. Quranda ayələrdir. Deməli, 3 dəstə lənətlənib Quranda. Münafiqlər, kafirlər, yahudilər. Bu ayənin bir tərəfidir. Lənətlənmiş ağac. Düzdür? İndi bu lənətlənmişlər, ağac sözünü saxla. Quranda lənətlənmiş tayfalar var. O cümlədən münafiqlər. Niyə görə vurğulayır münafiqləri? Münafiqlə girəcək həmən məsələni aşkar eləməyə. Çünki onlar əvvəldə kafir idilər. Sonra güya iman götürüb girdilər. Peyğəmbərin yanına gəldilər. Güya iman götürdülər. Əgər güya iman götürübsə kafir, adı nədir? Orada kafir, burada münafiq. Ona görə Xudavənd Mütəal buyurur ki, münafiqlər də lənətlənib. Gör məsələyə necə girir, ustad. Deməli, insanın nəslinə də nə deyirlər? Ağac deyirlər. Birbaşa çatdı məsələyə. Deməli, insanın nəsli ağacdır, şəcərə. Lənətlənmiş tayfa da münafiq, kafir, yahudilər. İndi lənətlənmiş ağac, şəcərə-i məlunə, şəcərə nə oldu? İnsan nəsli. Lənətlənmiş 3 tayfa. Düzdür? O 3 tayfadan biri yaxınlaşdı, hansı ki kafir idi. Həzrəti Rasulullah Məkkəni fəth edəndə Əbu Süfyan oturmuşdu evində. Xəbər gəldi ki, müsəlmanlar bastı Kəbəni. Yaxınlaşanda Məkkəyə Həzrət Rasulullah buyurdu, Əbu Süfyanın evinə hər kəs girsə amandadır. Əcəb iş görüb Rasulullah. Əbu Süfyanın evinə hər kəs girsə nədir? Amandadır. Əbu Süfyan da onda qəbilə başçısıdır. Elə bir şəxsdir ki, yəni sözü sözdür. Belə bir adamdır. Hamısı qaçdı indi. Mən bilmirəm orada nə baş verib. Evdən nə boydadır mən bilmirəm. Girən də nədir? Amandadır. Orada yəqin qolu zorballar olub da kiminsə bayrağı atıb özü yerinə girib bilmirəm nələr baş verib orada. Axır girdilər Əbu Süfyanın evini, qapını bağladılar. Rasulullah buyurdu ki, o evdə kim var dəyməyin. Bu Əbu Süfyanın nəsli. Əbu Süfyan da Əməvilərin nə idi? Başçısıdır. Muaviyyənin atası sayılır. Yezidin babası sayılır. Belə. İndi lənət üstə gəl ağac. Bərabərdir kim çıxacaq? Buyurur ki, Əməvilər ki rivayətdə gəlib, Muaviyyə cinsi ki rivayətdə gəlib Peyğəmbərin mənbərinə dolaşan meymunlar Əməvilərdir. Şəcərə nəsil deməkdir, lənətlənmiş həmən o tayfa ki kafir idi və Həzrəti Rasulullah evə daxil olanları saxladı. Onlar münafiq kimi daxil oldular Peyğəmbərin yanına. Münafiqlər də lənətlənib, kafirlər də lənətlənib. Hələ Xudavənd Mütəal Quranda buyurur ki, münafiqlər həmən kafirlərdir. Quranda ayə var. Allah Teala buyurur ki,
zalimlər həmən münafiqlərdir. Münafiqlər həmən zalimlərdir. Buyurur, zalimlər kafirlərdir. Münafiqlər də kafirlərdir. Buyurur, kafirlər də zalimlərdir. Bunların hamısını Xudavənd Mütəal bir-bir ayələrdə bəyan edib ki, məsələ qaçılmaz olsun. Yəni deyəsən ki, mən kafirəmsə zalim olmaya bilərəm. Allah buyurur ki, həmən zalimlər, həmən kafirlərdir. Kafirlər də elə zalimlərdir. Münafiqlər buyurur, münafiqlər zalimdirlər, zalimlər də kafirdirlər. Deməli, münafiqlər nədir? Kafirdirlər. Əməvilər də daxil oldular həmən məsələnin içinə. Kafir döndü, oldu güya müsəlman, adı oldu münafiq. Şəcərə də nəsildir. Deməli, bu şəcərə-i məlunə, lənətlənmiş ağac. İsra surəsinin 60-cı ayəsində hansı nəsildir? Maviyyə cinsidir ki, meymun şəkildə dolaşıblar Rəsulullahın mənbərinə. Həzrəti Rəsul-i Əkrəmdən belə bir rivayət var. Buyurur, Ən-nasu min əşcarin şətta. İnsanlar cürbəcür ağaclardandır. Əşcar, yəni ağaclar. Və lənə və əntə ya Əli. Mən və sən, ey Əli, min şəcərətin vahidə. Biz bir ağacdanıq. Cəmaət başqa-başqa ağaclardandır. Amma biz bir ağacdanıq. Deməli, Rasulullah burada bir açıqlama verib bizə. Ki, nəslə, əcdada, nəslə nə deyirlər? Ərəblər, ağac deyirlər. Deməli, şəcərə nədir? Nəsildir, insan nəslidir. Məlunə də nədir? Həmən o lənətlənmiş kök ki, biz deyirik nədir? Maviyyə deyil, siz kimi deyirsiniz? Deyin də. Əhzab surəsinin 57-ci ayəsində Xudavənd Mütəal buyurur, İnnəl-ləzîne yuzunəllah, onlar ki, Allaha əziyyət verərlər və rəsuləhu və onun rəsuluna da əziyyət verərlər. Lə'ənəhumullah. Allahın lənəti olsun onlara. İndi mən sizə sual verirəm, ritorik cavabını istəmirəm. Əməvilər Peyğəmbərə əziyyət verib, yoxsa verməyib? Fid-dünya vəl-axirə. Buyurur, Allahın lənəti Allah və Peyğəmbərə əziyyət verənlərədir, həm dünyada, həm axirətdə. Və əəddə ləhum əzabən muhina. Dərd verici əzab hazırlanıb onlar üçün. Yəni, onları Xudavənd Mütəal buyurur ki, mən bədbəxt edəcəyəm. Qiyamət günü bədbəxt. Niyə? Çünki onlar Allaha əziyyətdən əlavə Rəsuluna da nə ediblər? Əziyyət veriblər. O qədər əziyyət veriblər Rəsulullaha, hətta Rəsulullahın belə bir cümləsi var. Gələn dərsdə ərz edəcəm, onu biraz üstündə dayanarıq. Buyurur Rəsulullah ki, heç bir nəbi mənim qədər əziyyət çəkməyib. Heç bir nəbi mənim qədər əziyyət çəkməyib. Hətta Nuh 950 il belə mənim qədər əziyyəti olmadı. O qədər insanlar ona daş atdılar, filan etdilər. Amma əziyyəti mənim qədər yoxdur. Yəni, bütün peyğəmbərlər, nəbilərin əziyyətin, tərəzinin bir gözünə, mənimkin bir gözünə nədir? Ağırdır. Mənim qədər əziyyət çəkən peyğəmbər olmayıb. Elhamdülillahi Rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat ediyələr. Allahumma salli ala Muhammed.